Nəsimi rayonu 3-cü mikrorayonda sakinlərin həyəti illərdir ki, baxımsız vəziyyətdədir. Həyətin ortasında tikilən yarımtikili isə dar yeri daha da daraldıb. Həyətlərinin abadlaşdırılmasını istəyən sakinlər isə Space xəbərə üst tutublar. Nəsimi rayonu Ali Mustafayev küçəsi 37 ünvanında yaşayan sakinlər illərdir həyətlərinin dar və səliqəsiz vəziyyətdə qalmasından şikayətçidirlər. Həyətin ortasında yerləşən tikili ərazini daha da məhdudlaşdırıb, sakinlər isə uşaqların oynaya biləcəyi açıq sahə və ümumi abadlıq istəyirlər. Gecələr isə burada baş verən vəziyyət təhlükəsizliklə bağlı narahatlıqlar yaradır. Həyətin tam ortasında tikilən yarımtikili illərdir baxımsız vəziyyətdədir. Sakinlər deyir, ən narahat edici məqamsa odur ki, bura demək olar hər gecə narkotik aludəçilərinin yuvasına çevrilir. İllər əvvəl elə öz hesablarına başa gələn binanın pəncərə və qapılarının sındırılması da elə onların işidir. Girirlər orada yatırlar narkomanlar, piyanistkalar, ora bajar verirlər, buraları yandırarlar, partlayış olar, neyniyər, görəsiniz Qarabaxanı eləyiblər də. 30 ildir buradayım. Bu nədir bu tikilən şey, toyxanadır, nədir? O uşaqlara mane olur. Nə bil oynamağa yeri yox, bloklar pis gündə. Bu bina, bu tikilib, nəyə durur burada? Yaşlı adamıq, düşürük oturmağa yerimiz yoxdur. Hər yeri uçub batıb gedir. Qapı pəncərəsi yoxdur, şüşədən içəri su girir, qapı yoxdur, şprislər tapırıq blokdan, yəni belə problemlərimiz var. Məsələ ilə əlaqədar Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə müraciət etdiyi bildirildi ki, mərhələli şəkildə bu işlər yerinə yetirilir. Hal-hazırda Bakı şəhər İcra Hakimiyyəti Əsas Təmir Tikinti İdarəsi tərəfindən rayon ərazisində 15-ə yaxın yaşayış binasında əsas təmir işləri davam etdirilir. 2026-cı ilin titul siyasi tərtib olunanda sözügedən ünvanda nəzərə alınacaq. Qaldı ki, həmin ərazinin narkotik aludəçilərinin yuvaya çevirməsinə Daxili İşlər Nazirliyindən bildirildi ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə tərəfimizdən mütəmadi olaraq tədbirlər görülür. Adı çəkilən ünvanda da narkotik maddə istifadəçiləri, həmçinin tüfəyli həyat tərzi keçirən şəxslərə qarşı da polis əməkdaşları tərəfindən tədbirlər keçirilib. Bu istiqamətdə tədbirlər diqqət mərkəzində saxlanılır. Fidan Səfərov, Qan Bayramov, Space xəbər.